Xoş gördük əziz dinləyicilər. Demək, dünyada Trumpın yeni açdığı iqtisadi müharibə çox ağır fəsadları ilə davam edir və bu ağır fəsadlar və Trumpın açdığı bu müharibə demək olar ki, artıq iki dövlət arasında daha qabarıq şəkildə görsənməyə başlayır. Bilirsiniz ki, Trumpın 34% Çinə tətbiq etdiyi rüsum Çinin ondan xahiş etməməsi nəticəsində artıq Trumpın 100%-ə keçib, Çinin də 85%-ə keçib. Bununla işim yoxdur. Amma bütün bunlarla bərabər mən istəyirəm Rusiyanın durumundan biz danışaq. Həqiqətən Rusiyanın bu günləri durumu o qədər ağır bir vəziyyətə keçib ki, bu Qafqaz əsiri kinosunda yəqin xatırlayırsınız. İndi mən onun şəklini də yuxarıda qoyacağam. Tam eyni vəziyyət, yəni Putinin Rusiyasını ağır bir fəlakətlə, çox çıxılmaz bir vəziyyətdə biz qoymuş və görmüş olacaq. İndi mən istəyirəm bir balaca bunu izahım verim. Siz bilirsiniz ki, Rusiyanı Trump müəyyən mənada xilas etmək istədi. Ciddi görüşləri keçirildi, amma xilas edə bilmədi. Və buna xilas etməməyin qarşısını alanlardan biri də Çin idi. Hansı Çin? Rusiyanın ciddi müttəfiqi olan Çin. Altdan ona kömək edən Çin. Və bu günləri biz Zelenskinin dilində nəyin şahidi olduq? Onun şahidi olduq ki, Zelenski bu günlərdə bəyan elədi ki, biz iki nəfər Çinəsirin tutmuşuq müharibədə, Donbas istiqamətində. İki Çin əsiri tutulub və onların Çin pasportu daşıdığını göstərmiş oldu. Siz təsəvvür edin, artıq bu Çinin altdan Rusiyaya kömək etməsinin göstəricisi oldu. Düzdürmü? Amma Trumpın Rusiyanı xilas etmək cəhdinin ən çox qarşısını alan kim oldu? Yenə də Çin oldu. Çin Rusiya ilə Trumpın birləşməsinə imkan vermədi və onu öz tərəfinə çəkdi. Hətta Ukraynaya yardım edəcəyini, Ukraynaya Avropa ordusunun gəlməsini və bizim də bu məsələdə iştirak etməyimizi dedi. Siz təsəvvür edin, Çinə baxın. Rusiyanın müttəfiqi Amerika ilə Rusiyanın yaxınlaşmasını istəmədi, onun simasını qorumağa imkan vermədi, atəşkəsə də getməyə imkan vermədi. Siz təsəvvür edin. Baxın, bu Rusiyanın dostu Çindir. İkinci bir baxımdan Trump nefti qaldırmaq, daha doğrusu neftin hasilatını çoxaltmaqla neft qiyməti aşağı düşdü. Bu da güya Trump, Putinin simasını qorumaq istəyən Trump, Reagan kimi ağır bir zərbə vurmuş oldu Rusiyaya. Bu günləri Rusiya nefti onun əlində qalıb və bir neçə gündür Rusiyanın səsi belə çıxmır. Hər bir baxımdan biri Rusiyanın müttəfiqi olan Çin onun müharibədən çıxmasına imkan vermədi, onun atəşkəs bağlamasına imkan vermədi. İkinci, onun Putinin simasını qorumaq istəyən Trump isə nə etdi? Neftin qiymətini aşağı salmaqla Rusiyaya ən böyük zərbəni vurmuş oldu. İndi baxın, görün Rusiyanın durumu hansı vəziyyətdədir. Rusiya bu günləri iki dövlətin əlində əsirə çevrilib. Nə onu atəşkəsə qoyurlar, nə onu Trumpa yaxın getməyə qoyurlar, nə onu Çin məğlub olmağa imkan verir, nə qalib gəlməsinə imkan verir. Hər bir mənada Rusiyanın, Putin hökumətinin nə qədər ağır bir duruma düşdüyünü yəqin şahidi olursunuz. Amma bu günlər Ukraynanın vəziyyəti necədir? Heç olmasa Ukraynanın pis də olsa Avropa kimi bir müttəfiqi var ki, həqiqətən Avropa heç olmasa səmimi olaraq Ukraynanın məğlub olmasını istəmir, onun qalib gəlməsini istəyir. Amma Rusiyanın canını qurtarmaq istəyənlər, Putinin simasını qorumaq istəyənlər isə nə edirlər? Biri Rusiya neftini qaldırmaqla Rusiyanı 1980-88-ci ilin durumuna salır. İkincisi, güya Rusiyanın müttəfiqidir Çin. Bu tərəfdən ona ordu verir, ikinci tərəfdən atəşkəsə getməsinə imkan vermir. Üçüncü tərəfdən Amerika ilə yaxınlaşan Rusiyanın qarşısını alır, bir Ukraynaya kömək eləyəcəm. Digər tərəfdən də neft ucuzlaşma ilə onun neftini də dəyər-dəyməzinə alır və Rusiyanı bu müharibədən heç cürə çıxmasına imkan vermir. Nə məğlub olmasına imkan verir, nə qalib gəlməsinə imkan verir. Və dediyim kimi Qafqaz əsiri kinosunda iki tərəfdən tutulub, heç bir yerə qaça bilməyən bir duruma düşüb Rusiya prezidenti Putin və bunu həqiqətən bugün Rusiyanı xilas edə biləcək Zelenskinin dediyidir. O artıq yaşlı kişidir, o öldükdə müharibə qurtaracaq. Həqiqətən bu günləri Putin ölümü ilə yalnız Rusiyanı xilas edə bilər. Təşəkkür edirəm.